ilə də bildiyiniz kimi məşğuluq, skleroterapiyadan tutmuş, abdominal. Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtali Rəhimov əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə, metamfetamin və güclü təsir edici xassəyə malik 87 ədəd pregabalin həbi aşkar edilib. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izni itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi əsasən paytaxtda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib. Qafqazinfonun əldə etdiyi məlumata görə Elşən Əliyev ürək-damar cərrahıdır və Lazur Hospital, Real Hospital, eləcə də Allo Doktor kimi bir sıra özəl klinikalarda çalışıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.